نزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Rollarda Mahmud Pakiniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senari müəllifi Fərəcullah Sələşur, Quruluşçu operator Nasir Kavusi, Rəssam Fərhad Əlizadə Ahi, Səs operatoru Əhməd Əmiri, Bəstəkar Peyman Yəzdani, Səs rejissoru Rıza Nərmizadə, İstehsal müdiri Mühəmməd Sadiq Azin, prodüser və rejissor Fərəcullah Sələşur. Həzrəti Yusif. Miladdan 1160 il əvvəl Babil ölkəsinin cənubunda yerləşən Fəttan Aram şəhəri. Ey büyük iştar,
Ey ana tanrı, ey mehriban tanrı, ey pak, ey bar veren, ey dünyaya getiren, bu uşağa şəfa ver, onun perişan anasını sevindir. Bu uşağın anası sənin dərgahına qiymətli hədiyyələr gətirməyə əhd eləyir. Mən böyük işdardan sənin uşağının sağ qalmasını istədim. O mənim istəyimi qəbul elədi. Gedin, övladınızı elə böyüdün ki, işdarın davamçılarından olsun. Sizə və böyük işdara təşəkkür eləyirəm. Salam olsun mehriban işdara. Sizə təşəkkür eləyirəm. Övladım ölüm halındaydı. Sən onu diriltdin. Ey böyük işdar, istəri qoru. 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 Ey böyük işdar. Şübhəsiz bu uşaq da bizim övladımız kimi şəfa tapacaq. İşdar qüdrətli və mehriban tanrıdır. Mütləq ona şəfa verəcək. Mütləq verəcək. Gedək. Nə olub sizə? Mələklər sizə səcdə etdikləri halda siz əllərinizlə düzəltdiyiniz bütlərə səcdə edirsiniz? Bütün varlıq aləmi insana təslim itayətində olduğu halda siz cansız daş parçasının qarşısında baş əyirsiniz. Sən bu sözləri özündən deyirsən, boş yerə bizim tanrılarımızı təhqir eləyirsən. Mən bu sözləri özümdən demirəm. Mən Allahın göndərdiyi peyğəmbərəm. Sözlərim də Allahın kitabındadır. Bu gördüyünüz səmavi kitab, cəhdim İbrahim peyğəmbərə nazil olan səhifələrdir. Mən onun dininin davamçısı və kitabını təbliğ edənəm. Bunu özümdən demirəm. Bizim tanrılarımızı təhqir eləmək həmin səmavi kitabda yazılıb? Təhqir eləmirəm. Sual eləyirəm. Əgər bilirsənsə cavab ver. Yox, əgər bilmirsən, onda dediklərimi qəbul et. Mənə deyin görüm. İştar məbədindəki əllərinizlə düzəltdiyiniz bütlər sizin xaliqinizdir, yoxsa məxluqunuz? Siz işdara hökmranlıq edirsiniz, ya iştar sizə? İştar sizin ağanızdır, yoxsa siz onun ağası? Əgər işdar cansız daş parçasıdırsa, bəs mənim övladıma necə şəfa verib? Doğrudur. Bəs buna nə deyirsən? Düz deyir. Biz də gördük. İştar onun evladına şəfa verdi, mən gördüm. Evladına sənin fəryadını eşitdiyi üçün hər şeyi bilən ali varlıq şəfa verdi. İştar yox. Sən ondan başqasına pənah aparsan da, başqasından kömək istəsən də, o bütün bəndələrin halından xəbərdar olduğu üçün sənə də rəhm eləyib, evladına şəfa verdi. Sənin gözün yalnız zahirdə olanları gördüyü üçün əsl şəfa verən həqiqi tanrının əvəzinə iştarı görürsən. Uzun sözün qısası Yaqubun sözünün canı budur ki, öz tanrılarımızdan əl çəkib, onun Allahına pərəstiş eləyək. Belə deyil. Öz tanrımızdan nə xeyir görmüşük ki, indi də sənin Allahından görək. Mən sizi uca olan Allaha pərəstiş etməyə çağırıram. Varlıqların ən üstün olanına. Biz hardan bilək ki, sənin Allahın başqa Allahlardan üstündür? Hardan bilək ki, sən və sənin tək tanrın işdarın kahinləri kimi var dövlət yığıb özünüz üçün çalışmayacaqsınız. Hamınız bilirsiniz ki, mən Laban üçün çobanlıq eləyirəm. Özümün də heç bir varım yoxdur. Məyər bu vaxta qədər sizdən nəsə istəmişəm? Gecə gündüz çobanlıq eləməyimdən başqa məndən nəsə görmüsünüz? Əgər bundan sonra istəsən necə? Bu vaxtacan istəməyə gücün olmayıb, yoxsa sən də kahinlərdən geri qalmazsan. Hamınız bir-birinizin tayısız. Çünki qüdrətinə sığındığınız tanrıların hesabına öz qarnınızı doyurub, xəzinələrinizi doldurursunuz. Mən səni başa düşürəm. Yeganə xəstə evladını itirəndə kimsə sənə kömək eləmədi. Nə cadugar istər, nə də iştar məbədinin tanrısı. Bütün tanrılardan üz döndərməyə haqqın var. Məbədin gücsüz tanrısı olan işdarla mənim işim yoxdur. Sözüm sənin gözə görünməyən Allahın barəsindədir. Onsuz da kifayət qədər soyuq daş tanrıların əlindən zülüm çəkmişik. Başqa Allaha taqətimiz qalmayıb. Kahinlər gəldi. Kahinlər gəldi. Tez ol, qaç. Qaç Faris. Bu tərəfdən. Gedin.
Gedin tutun. Dokunmayın ona. Koymayın kaçsın. Tələsin. Axı o için eləməyib. Bırakın onu. O günahsızdır. Xahiş eləyirəm. Ondan işiniz olmasın. Eğer Emir Laban'ın kürəkəni olmasaydın, seninle ne eləyəcəyimi bilərdim. Mən nə səndən, nə də keşikçilərindən qorxmuram. Dağılın. Yaqub'un küfürlü sözlerine kulak asmayın. Dağılın. Gedin! Meğer görmürsünüz, Yaqub'un küfürlü sözlerine göre Fettana qıtlıq üz verib, Düz deyir, dağılışın. Nə qədər ki işlərin qəzəbinə düşər olmamısınız, çıxın gedin. dağılın. Əgər yağış yağmasa, Fəttan cəmaatının əkdiyi bütün məhsulları məhv olacaq. Ümidvaram Allah tezliklə öz rəhmət yağışını bu şəhərə nazil eləyər. Ata, orada nə olub? Bu, Fəttan əhlinin qədim adətlərindəndir. İştarın düşmənlərini mancanaqlarla oda atırlar. Axı onun günahı nədir? Böyük kahin, onu bağışlayın. Bizə rəhm eləyin. Bırakın beni. Bakın benim günahım nedir? Ben ne eylemişim? Bırakın beni. Siz sürünün yanında dayanın, gedim görüm orada nə olub. Bırakın beni. Bizə rəhm eləyin. Ben ne eylemişim akı? Bırakın beni. Bırakın. Yok. Çoban Yaqubdur, Əmir Labanın bacısı oğlu. Böyük kahin, bizə rəhm eləyin. Fariz günahsızdır. Kafirin cezası budur. Ey Fəttan cemaati, mənə kömək eləyin. Mən günahsızam. Gərək cəzasını alsın. Mən günahsızam. Fəttan cemaati, mənə rəhm eləyin. Mənim günahım yoxdur, rəhm eləyin. Müttəhim Fariz, İştarın düşmənidir. O İştara daş ataraq, onu nalayiq, yaramaz tanrı adlandırıb. Fəttan cemaatının qədim adətinə görə, böyük tanrı İştara hörmətsizlik eləyənlər, mancanaqla odun içinə atılmalıdır. Bırakın beni. Axı mən nə eləmişəm? Mən özümü müdafiə eləmişəm, ey Fəttan cemaati. Özümü müdafiə eləmişəm. Bırakın beni. Bırakın beni. Biçarə Fariz. Mən günahsızam. Mənə rəhm eləyin. Ey Fəttan cemaati, mənim günahım nədir axı? Nədir mənim günahım? Mən günahsızam. Bırakın onu. Ben günahsızam, bırakın beni. O günahsızdır. Ey büyük kahin. Ey büyük kahin, bizə rəhm eləyin. Bizə rəhm eləyin. Benim günahım yoktu. Kömək eləyin. Ey böyük kahin, ben Boş günahsızam. yere hayküy salma. Ya gerek öz kanının bahasını ödeyesen ya da odda yanasan.
Onu yandırmayın. Ey Fəttan cəmaatı! Rəhm eləyin mənə, mən günahsızam! Ey Fəttan cəmaatı! Onu yandırmayın. Onun qan bahası nə qədərdir? Mən ödəyəcəm. Sen ödeyeceksen. Yox, o özü işdarın düşmənlərindəndir. Sən özün işdarın düşmənlərindənsən. Əvvəlcə gərək öz qanının bahasını ödəyəsən. Bəs niyə məni tutmursunuz? Bizim ailənin tarixində diri-diri yandırılmaq birinci hal deyil. Vaxtilə babam İbrahimi də Nəmrudun əmri ilə oda atıblar. Bu vaxtacan cəzalanmamağının səbəbi əmirin qohum olmağındır. Sen onun hem kürəkəni, hem de bacısı oğlusan. Deməli hökumətin və əmirin yaxınları tanrılara hörmətsizlik eləyib, buna görə cəzasız qala bilərlər. Tez olun, tutun onu, tez. Babası kim onu da, o da atın. Əl çəkin məndən, bırakın məni. Dedim, əl çəkin. Bırakın onu. Müttəhimi də azad edin. Faris cəzalandırılmalıdır. Yaqub onun qan bahasını ödəyirsə, onu cəzalandırmağa ixtiyarınız yoxdur. Bırakmayın onu. Yaqub, sən Faris'in qan bahası üçün 500 dinar verməlisən. Eybi yoxdur, mən ödəyəcəm. Allah dayımlı abanın canını salamat eləsin. Qulaq as, axı sən nə vaxt başını bəlaya salmaqdan əl çəkəcəksən? Çok sağ olun. Size minnettarım. Neyinirsən? Çox sağ ol. Qan bahamı ödəməyənə kimi sənin üçün çalışacağım. Sənin yanında qalıb işləyəcəm, söz verirəm. Sen Faris'in ailesini xilas eledin. Sen bize hayat bəxş Gəlin gedək, gedək. Yaxşı adamdır. Yazıq çox zəhmət çəkir. Neçə illərdir ki, İştar, Fəttan və Babil cəmaatından qurbanlıq alır. Əgər atan Laban bizə kömək eləməsəydi, hər ikimizi yandıracaqdılar. Faris əsl nicata çatmaq üçün gərək işdarı ibadətdən əl çəkib tək olan Allah iman gətirsin. İman gətirib Rahilə, gətirib. Ölümdən qutarandan bəri sidq ürəkdən iman gətirib. Bəs qonağımız nə vaxt gələcək? Tezliklə gələr ey Allahın elçisi. Az qalıb.
neçə illərdir səndən olacaq evladımın həsrətindəyəm. Əgər Allah istəsə, bu intizar tezliklə sona yetər. Serdaya və onun yaxınlarına salam olsun. Salam olsun Yaquba. Minnətdaram. Görürəm işların məbədinə hədiyyə aparırsan. Tanrıları sevindirmək lazımdır. Yoxsa bu il yağışdan bir xəbər olmayacaq. Sizə elə gəlmir ki, bu tanrılardan daha çox xurmiyə ehtiyacınız var? Bəziləri tanrılara hörmətsizlik eləməklə onların qəzəbinə səbəb olublar. Əvəzini isə biz ödəyirik. Yəni siz inanırsınız ki, İştar məbədində olan soyuqdaş parçaların iradəsi ilə yağış yağacaq? Sənin bu küfrün tanrıların qəzəbinə səbəb olub. Ona görə də biz yağış üzünə həsrət qalmışıq. Tanrıları təhqir eləməkdən əl çək Yaqub. Niyə qadir və əzəmətli Allahdan uzaqlaşıb cansız daş parçalarına, gücsüz heykəllərə pərəst edirsiniz? Nəyə görə bu solmuş cisminizi tək olan Allaha təslim edib iman gətirmirsiniz? Ey büyük iştar, ey bereketli ilahe, senin məbədini düşmənlərinin qanıyla yuyacam. Bircə quraqlığı bu diyardan uzaqlaşdırıb, rəhmət yağışını fəddan əhlinə yağdır. Ey büyük iştar, senin məbədini düşmənlərinin qanıyla yuyacam. Bircə quraqlığı bu diyardan uzaqlaşdırıb, rəhmət yağışını fəddan əhlinə yağdır. Ey büyük iştar, Cənab. ey büyük iştar, ey bereketli ilahe. O həmişə kimi işlər məbədin qarşısında durub tanrılarımızı təhqir eləyir. İsyerdə yoldaşı və onun oğlu ilə söhbət elədi. Amma nə danışdıqlarını eşitmədim. Quraqlığı bu diyardan uzaqlaşdırıb, rəhmət Yaqub bu işdən yağışını əl çəkən deyil. fəddan əhlinə yağdır. Ey büyük iştar, İştar. ey bereketli ilahe. Yaqub yenə də başlayıb. Ümidvaram tezliklə tanrıların qarğışına düçar olar. İndi onunla neyniyək? Sən Labanı bura çağır. Qalanı mənim boynuma. Tez ol, Labanı bura çağır. Cənab, İştar məbədinin baş kahini sizin məbədə gəlməyinizi xahiş eləyir. Ciddi məsələdir. Bəli, cənab əmir. Əl saxlayın. Əgər bir də oğurluq edəsən, şallağın altından sağ çıxmayacaqsan. Söz verirəm, bir də belə qələt eləməyəcəm. Açın onu. Mənlə gəl. Deyəsən, məsələ Yaqubla bağlıdır. Yaqub əməllərinə görə özü məsuliyyət daşıyır. Mən ona cavabdeh deyiləm. O bizim tanrılarımızın əleyhinə danışır. Bu kahinlərin işidir. Onlar Yaquba cavab verməlidirlər. Əgər bunu bacarmırlarsa, məni niyə narahat edirlər? Tanrıların tanrısı İştar qəzəblənib. Mən qıtlıq görürəm. Fəddan cəmaatını quraqlıq və ölüm bürüyəcək. Sinəsi dağlı Cənab, məmurlar görürəm. Burada gözləyin.
Gedin baş kahini çağırın. İştarı qəzəbləndiriblər. İştar ona olunan təhqir və küfürləri görüb qəzəblənib. Bir nəfər iştarı qəzəbləndirib. Bizim tanrılarımıza hörmətsizlik eləyənlər tezliklə cəzalandırılacaq. İştar qurbanlıq istəyir. Larvan, niyə bacın oğlu Yaqubun küfrünün qarşısını almırsan? Cəmaatın inancı ilə siz məşğulsuz, onun cavabını da siz verin. Mən əmirəm, kahin deyiləm. Bir də ki, Yaqub əməllərinə görə özü məsuliyyət daşıyır. Amma o sənin bacın oğlu həm də kürəkənindir. Mən Fəddan vilayətinin əminamanlığına görə cavab deyəm. Bacım oğlunun əməllərinə görə yox. Elə buna görə də gərək onu yola gətirəsən. O Fəddanın asayişini pozub. Fəddan torpağının rahatlığını qaytar. Tezliklə qıtlıq bütün Fəddanı bürüyəcək. Bütün bu bədbəxtliklərin səbəbi Yaqubdur. Yaqub bu vaxta qədər mənim sürülərimin bərəkətli olmasının, onların saylarının artmasının səbəbkarı idi. Deməli, indi Fəddanın bədbəxtliyinə səbəb olur, hə? Ona görə ki, Yaqub tanrılarımıza qarşı çıxıb küfr eləyir. Yaqub əvvəllər də Babil tanrılarına iman bəsləmirdi. Bəs niyə o vaxt qıtlıq olmurdu? O vaxtlar o öz əqidəsini gizli saxlayırdı. Amma indi bunu açıq-aşkar bildirir. Cəmaatın içində iştarı təhqir eləyir. Onu susmağa məcbur eləməliyik. Məcbur eləməliyik? Bəli. Bu barədə düşün, Babil hökuməti sənə boşuna vəzifə verməyir. Deməli, məni əmirliyə kimin seçdiyini də bilirsiniz. Onda yaxşı olar bunu da biləsiz ki, mən Babil hökumətindən göstəriş alıram. Sizdən və iştarın məbədindən yox. Əgər iştar məbədinin baş kahini bu macəranı Babildə açıqlasa, onda necə olar? Mən Yaqubla danışaram. Yaquba çatdır ki, əgər ona görə mənim ailəm hər hansı bir təhlükəyə düşsə, ona da, ailəsinə də od qoyacam. Anasına hürən küçük canavarlara yem olar. Danışığına fikir ver. Bu dəfə səni bağışlayıram. Amma gələn dəfə mütləq cəzanı alacaqsan. Əgər qıtlıq məhsullarımızın məhv olmasına səbəb olsa, Yaqubu da ailəsini də sağ qoymayacam. Onsuz da elə indidən bu ilki məhsula ümid yoxdur. Salam ata, xoş gəlmisən. Salam ata, xoş gördük sizi. Nəcəb Fəddan şəhərinin əmiri qızlarının görüşünə gəlməyə fürsət tapıb. Yaqub bu işlərdən nə vaxt əl çəkəcək? Nə olub ata? Yenə də iştarın kahinləri Yaqubdan şikayət eləyiblər? Deməli, Fəddanda yaranmış bu ixtişaş təkcə kahinlərin fitnə fəsadıdır. Yaqubunsa bu işdən heç bir xəbəri yoxdur. Özünüz bilirsiniz ki, Yaqub neynirsə Allahın əmrinə və peyğəmbərliyinin hökmlərinə əsasən eləyir ata. Onun iştar məbədinin 1000 illik ənənəsi ilə nə işi var? Əgər Yaqub babasının dinini təbliğ eləmək istəyirsə, buyursun eləsin. Lap elə, birinci mənim ailəmlə başlasın. Axı məbədin cəmaatı onun nəyinə lazımdır? Atacan, siz səhv düşünürsünüz. Onların da təbliğata ehtiyacı var. Ata, Yaqub tək Allahlıq dininin təbliğatçısıdır. Bu onun atası İsaqın və babası İbrahimin dinidir. Əgər sizin vəzifəniz Fəddan əhalisinin əsayişini və təhlükəsizliyini qorumaqdırsa, onun da vəzifəsi təbliğatdır. Görürəm ki, siz də onun kimi düşünməyə başlamısınız. Əgər mən vəzifəmə əməl eləməli olsam, onda gərək siz köllü bir yabanda didərgin qalasınız. Ata, mən də, bacım Ləya da öz həyat yoldaşımızın dinini qəbul eləmişik. Ona görə də biz ona bu çətin işdə arx olacağıq. Siz hamınız dəli olmusunuz. Niyə axı məni düşünmək istəmirsiniz?
Əgər İşdarın baş kahini Babilə mənim bacım oğlunun Fəddanda İşdar məbədinin əleyhinə apardığı təbliğatı barədə xəbər aparsa, heç bilirsiniz mənim baş mənə oynaçarlar? Yaqubun Allahı Babil məbədlərinin sahiblərindən daha qüdrətlidir. Buna görə yaxşı olar ki, biz də siz də daş heykəllərdən yox, öz Allahımızdan qorxaq. Mənim nə onun Allahı ilə işim var, nə də kahinlərin. Demək istəyirəm ki, Yaqub məni Fəddan cəmaatının gözündə baş aşağı eləməsin. Nə oldu Rahilə? Rahilə, nə oldu qızım? Rəngi niyə dəyişdi? Vaxtı çatıb. Bəlhə, Qabiləni çağır. Kömək eləyin. Paris. Bəli, cənab. Şudon çölünə get, Yaquba xəbər ver ki, tez bura gəlsin. Tez elə. Mənim atımla get. Gelin güreşek. Gerek kim galip gelecek? Gel dolun. He. Başla gerek. Atamın canişini bana. Bana galip gelebilmezsin. Gel görüm. Senden korkmuram. Çobanlıq mal-qaranı idarə eləmək, peyğəmbərlik isə insanları hidayət eləməkdir. Bəlkə də buna görə peyğəmbərlərin çoxu çoban olublar. Mən İsrail evlatlarımı qoyun quzu ilə birgə səhraya gətirdim ki, yol göstərməyi öyrənsinlər. Görəsən, niyə mənim varislərim olan Bəni İsrail övladları zorakılığı üstünlüyü və şücaət hesab edirlər? Halbuki mən onlara zorakılığı öyrətməmişəm. Ben senden güçlüyüm. Canişin özüm olacağım. Qalxın, qalxın. Atamın canişin özüm olacağım. Qalx Şamun, qalx. Ailənin başçısı, həm də mənim davamçım gücü yox, zoru yox. Allahı hamıdan çox sevən adamdır. Babalarınız İbrahim və İshak ən fəzilətlidir, ən güclü yox. Nə olub? Sürünü özünüz gətirin. Atam hara gitti? Narahat olmayın. Sürünü yığın qaydıraq. Bəlhə? Bəli. Rahilə sənin günündür? Bəli. Rahilə ilə münasibətin necədir? Yaxşı idi. Uşaqları olmadığı üçün bu günə qədər Rahilə də, Yaqub da mənə qarşı yaxşı idilər. Amma bilirəm ki, əgər onların övladları olsa, heç biri məni adam yerinə qoymayacaq. Niyə belə düşünürsən? Yaqub və Rahilə çox yaxşı insanlardır. Yaqub Rahiləni çox sevir. Uşağı olandan sonra daha çox sevəcək. Onu o bir qadınlarından üstün tutacaq. Məyər neçə yoldaşı var? 4 yoldaşı mən, Ləya, Zülfa və Rahilə. Deyirsən unudacaq? Bəli, məni, Ləya və Zülfanı unudacaq. Biraz tələs. Əgər geciksək, bütün bəlalar mənim başımda çatlayacaq. Mən Yaqubu ədalətli və mehriban kişi bilirəm. Paxıllıq eləməyin əvəzinə biraz da məhəbbətini artırsan, yenə də səni sevər. Məsləhətimə qulaq as, qızım. Salam olsun cənab Labana. Sənə yaxşı mükafat verəcəm. Rahilə və uşağını səndən sağ-salamat istəyirəm. Narahat olmayın. Öz işimi yaxşı bilirəm.
Narahat olma. Allah böyük ve mehribandır. Rahile. 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 O huşunu itirdi. Rahile. 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 Olmuyor. Rahile tanrıların gazabına düşer olup. Uşağı götür. Rahile halanız için dua eləyin. Sizin duanız tez qəbul olar. Niye heç nə eləmirsiniz? Kimse iştarı qəzəbləndirib. Ateş, od ve kan görürəm. Dəhşətli ölüm fırtınası her yeri bürüyüb. Küfrün ateşi birinci kafirleri tutacaq. Tanrıları təhqir eləyən tezliklə cəzasına çatacaq. Belki o tanrıların nifrətinə görə bugünə qalıb. Gördün, istər məbəddə necə qarğış eləyirdi? Hə. Deyirdi bu ateşin şöləsi birinci kafirləri tutacaq. İştara və tanrılara hörmətsizlik eləyən hər bir kəs tezliklə cəzasına çatacaq. Rahilənin vəziyyəti necədir? Heç də yaxşı deyil. Bir iş görün. Rahilənin halı pisdir. Sakit olun. Bizim Allah'ımız var. O necə istəsə, elə də olacaq. Cemaat kinayə ilə deyir ki, Rahilə istərin cadusuna düçar olub. Lap yaxşı. İndi görərik mənim Allahım güclüdür, yoxsa istərin. Rahilədən müğayət olun. İndi qayıdıram. Hara gedirsiniz? Bizi bu halda tek koymayın. Narahat olmayın. Mən biraz tək qalmalıyam. Sən öz Allahınla nə istəyirsən elə. Amma mən əlimi əlimin üstünə qoyub otura bilmərəm. Həkim, dərman, nə bilim, nə isə eləmək lazımdır. Elə mən də təbib sorağına gedirəm. Həqiqi təbib sorağına.
O həm Fəddan cəmaatının, həm də mənim qızlarımın bəlasına çevrilib. Heç bilmirəm ondan neyniyim. Niyə istəri çağırmırlar? Axı Qabilə bacarmadı. Düz deyirsən. Cənab Laban, istərin arxasınca adam göndərin. O çox bacarıqlıdır. Əgər gəlsə yaxşı olar. Gediyor istər gəlmək istəyir. Hər nə istəsə verərəm. Ona de Laban dedi ki, əgər qızıma kömək eləsə, söz verirəm, Yaqubu Fəddandan çıxarıb, işlərin məbədini onun şərrindən azad edəcəm. Get. Yaqub Babil tanrılarının qəzəbinə düçar olub. Böyük işlara qarşı küfr eləməyin sonu budur. Kes sesimi! Yaquba de ki, niyə öz Allahından yardım istəmir? Mən onun yerində olsaydım, çətin vaxtında öz tanrımı unutmazdım. Məni cənab Laban göndərib, Yaqub yox. O söz verdi ki, əgər qızına kömək eləsəz, Yaqubu Fəddandan çıxaracaq. Mənim fikrimcə yaxşı fürsətdir. Fəddan cəmaatı əzəmətli iştarın və məbədin qüdrətli cadugərinin gücünü görməlidirlər. Əgər Rahilə kömək eləsəz, şübhəsiz Fəddan cəmaatının imanı artacaq və buranın qızıl gümüşlə dolduracaqlar. Elə Rahilə ölsə də belə olacaq. Elə isə qoy ölsün. Çox yaxşı. Ged elə bunu cəmaata de. De ki, Rahilənin ölümü iştarı küfrün nəticəsidir. Hər kəs iştarı hörmətsizlik eləsə və tək Allahlığa meyl göstərsə, sonu ölümdür. Rahilənin də, uşağının da ölümü ilə Fəddana yağışda yaxsa, lap yerinə düşər. Əgər özünə gəlməsə, hər ikisi öləcək. Bu tüstü onu ayıltmaq əvəzini öldürür. Sən getmirsən? Yox, işin sonunu bilmək istəyirəm. Görüm Yaqubun Allahı qalib olacaq, yoxsa məbədin tanrısı? Bu ki məlumdur. Qələbə iştarındır. Laban, mənə niyə əziyyət vermisən? Yaqub deyirdi,
Onun qüdrətli və bənzərsiz Allahı var. Bəs niyə ondan yardım istəmir? Rahilənin canı sənin əlindədir. Ona kömək elə. Heç ağlıma da gəlməzdi ki, Yaqub bu tezliklə ehtiyaclı əllərini İştarın məbədinə tərəf uzadacaq. Necə də boş xülyadır. Bu yanlış fikir hardan ağlına gəldi? Tezliklə bu yanlış fikir həqiqətə çevriləcək. Az sonra yoldaşının və uşağının ölümünü müşahidə eləyəcəksən. Həyat və ölüm Allahın ixtiyarındadır. İstərin yaxud iştarın yox. İstərdən mən xahiş eləmişəm bura gəlsin. Rahilənin vəziyyəti çox ağırdır. Rahilənin öz Allahından başqa heç bir kəsə ehtiyacı yoxdur. Mənim evimdən çıxın, çıxın. Səbirli ol Yaqub, səbirli ol. Çıx deyirəm sənə. Yoldaşın da uşağın da bu gecə məhv olacaq. İştarın qəzəbi sənin də əzizlərinin də ölümünə səbəb olacaq. Rahilə sənin duanla dünyaya gəlməyib ki, sənin qarğışınla da getsin. Çıx buradan. Ey Fəttan cəmatı, bu nə sizə rəhm eləyir, nə də öz arvad uşağına. Onun küfrü sizə acılıq, ailəsinə ölüm gətirəcək. Tezliklə İstərin cadusunun təsirini və İştarın qüdrətini görəcəksiniz. Əgər mənim qızımın başına bir iş gəlsə, vay sənin alına.